Dünən Elgən bəy ilə Lamia xanımın toy məclisinin qonağı olmuşuq bu sabah komandası olaraq və onları təbrik eləmişik. Həmin toydan bir neçə kadrlarımızı sizin diqqətinizə çatdıracağıq, sonra davam eləyəcəyik. DTV-nin efirində bu sabahı izləyirsiniz, başqa bir kanala çevirmirsiniz. Ancaq biz bugün bol-bol musiqilərimiz var sizin üçün. Sujetin ardından davam eləyəcəyik. Elgən bəy ilə Lamia xanım salona daxil olmaq üçün burada gözləyirlər. Biz də bu fürsəti qaçırmadıq. İstədik onların heyecanından biraz biz də pay alıb sonra içəri keçək. Axşamınız xeyir olsun. Axşamınız xeyir, xoş gəlmisiniz. Təşəkkür edirik, sağ olun. Heyecan varmı, heyecan? İnan ki, show biznesin içində böyüyən insanlarıq. Bizdə bu dəqiqə heyecan yoxdur. Bir dəqiqə xoşbəxtlik və güc var. Maşallah, sizə bol-bol xoşbəxtlik arzulayıram Elgən. Lamia xanıma da, sizə də. Lamia xanım, oğullu uşaqlı olasınız. Bugün sizi narahat eləmək istəmirəm. Çünki gəlinlərimiz bu belə günlərdə, həssas günlərdə daha heyecanlı olurlar, amma bəyimiz ürəkli görünür maşallah. Elgən, oğullu uşaqlı olun inşallah. İçəridə görüşərik. İnşallah, təşəkkür edirəm. Minnətdaram. Bir daha da xoş gəlmisiniz. Bugün bu sabah komandası və DTV kanalı olaraq iki gəncimizin xoşbəxt gününə, şad gününə şahidlik etməyə gəlmişik. Elgən bəylə Lamia xanımın toy günündəyik. Qonaqlarımız artıq yavaş-yavaş içəri daxil olmağa başlayıblar. Hər kəs birazdan bəylə gəlinimizi salonda gözləyəcək. Təbii ki, bugün izləyicilərimizlə də bu şad anlar, bu gözəl anları paylaşacağıq. Qızım ailə qurur, xoşbəxt olsun, yarayanlardan olsun. Allah nə qədər ömrü varsa, o vədə də Allah ona imkan versin ki, yaxşı yaşasın, yaxşı, xoş günləri daha çox olsun. Allah sizə də can sağlığı versin. Amin, sizin sağlığınızla inşallah. Nurəddin bəy, eləmi? Lamia xanımın gəlinimizin atasıdır, hal-hazırda danışdığımız hər iki övlada, hər iki gəncimizə xoşbəxtlik arzulayırıq. Siz də onların şad günlərini görəsiniz, inşallah nəvə sevinci yaşayasınız. Çox sağ olun, Allah köməyinizdə dursun. Dedilər, Elgəmin xalası oğlu da burada iştirak edir toyumuzda. Hər vaxtınız xeyir olsun. Xeyir. Adınız nə idi? Adım Cəlaldır. İlk öncə mən sizə minnətdarlığımı bildirirəm, xoş gəlmisiniz. Elgən bəyi təbrik edirəm, xoşbəxt olsun. Hər zaman qoşa qarışsınlar, hər zaman belə, necə deyim, onun xoşbəxt günlərini görək. Amin. Evlisizmi? Deyəcəkdim, sağ ali, day demirəm. Ya, bəli, çox sağ olun, minnətdaram. Ailə səadət arzulayıram sizə də.